qəmgin notlar, həm də sevincin işarəsində biz artıq Cəbrayıldayıq. Buradan çıxanda çox təlaşla, həyəcanla, çox belə pis vəziyyətdən çıxdım burada. Mən bu günləri gözləyirdim ki, biz gəldik, gördük, görməyənlərin də ruhu şad olsun. Araz çayının sol sahilində, Qarabağ silsiləsinin ətəklərində yerləşən Cəbrayıl. Bir tərəfdə dağıdılmış evlərin qoyduğu kədər, digər tərəfdə isə ürəyimizə sığmayan xoşbəxtlik var. Sevincimizin səbəbi isə gördüklərimizdir. Dirçələn həyat və yeni qurulan evlər. Sanki Cəbrayıl yenidən doğulub. Salam, hər vaxtınız xoş gəlmişsiniz. Çox sağ olun, xoş gəldiniz. Çox gözəl günə gəldiniz. Xoş gördük. Hər vaxtınız xeyir olsun. Çox sağ olun. mən buradan çıxanda çox belə təlaşla, həyəcanla, çox belə pis vəziyyətdən çıxdım buradan. Mən bu günləri gözləyirdim ki, mən Cəbrayıla qayıdacağım. Mənə sual verilir ki, Mübariz müəllim, siz vətənə gedərsiniz, torpağınızı alınsa gedərsiniz. Deyirəm ki, Allah'ın and olsun, mən maşınla yox, ayaqyalın gedərəm, qaça-qaça gedərəm. Bu məcburi köçkün dövründə də hamısı çətin vəziyyətdə yaşadılar. İndiki zamanı, bax, bugünkü bu tarixdə bizə bu şəraiti yaradan ordumuz, bu şəraiti yaradan bizə Ali Baş Komandamız çox sağ olsun ki, bizə bu şəraiti yaratdı. Bundan belə də yaşamağa biz arxayınıq ya, bizim arxamızda güclü ordumuz var, güclü sərkərdəmiz var. Bir ildir burada yaşayırıq, iş yoldaşlarımızla gedirik, Cəbrayılın bütün kəndlərini gəzirik, meşəliyi, yaşıllığı. O bizə çox yaxşı təsir eləyir də, elə ki, o 30 il biz yaşadığımız həsrəti, o gəzintilərlə, məktəbdə olan müsbət enerji ilə, müsbət emosiyalarla biz o həsrəti öldürməyə çalışırıq. Bizim inamımız var idi. Mənim hətta qaynatam evin haçarlarını da saxlayırdı. Burada Cəbrayılda olan evin haçarlarının, sənədlərin. O burada Cəbrayılda işləyibdi, evi alıbdı özü. Ailəsi ilə burada məskunlaşıbdı. İnanın, o qədər xoş təsir eləyir. Mən onda min dəfə şükür edirəm Allaha ki. Aydın səma, təmiz hava, suyundan içəndə adama çox xoş təsir eləyir. Belə ki, bu qəmgin notlar, həm də sevincin işarəsində biz artıq Cəbrayıldayıq. Qardaşım Gül buradadır. Qardaşım Gül, onlar bizdən hardasa bir həftə qabaq köçdülər. Sonra biz köçdük, 4 oktyabrda biz köçdük. 27 sentyabrda da qardaşım Gül köçdü. Qardaşım Güllə qonşuyuq, daha sonra anam Gül. Anam Güllə laf yaxın qonşuyuq. Mən ona zəng edirəm, ana çıx balkona, oradan nəsə danışırıq telefonla. Gediş-gəlişimiz var. 30 il buranın həsrətini çəkmişdi. Bunu tam səmimi deyirəm mən. Bakıya uşaqlarla arada bir getdik, onlara paltar, məktəb paltar almadı. İnanın, o qədər, biz bura nəyə gəlmişik deyir, ay ana. Gedək Cəbrayıla. Deyirəm, ay bala, siz burada doğulmuşsunuz, burada böyümüşsünüz, neçə ildir burada yaşamısınız. Bura sizin vətəninizdə, siz də bura gələndə laf da ürəkli gəlməlisiniz. Yox, deyir, mənim atam, anam Cəbrayılda doğulub böyüklər, biz də oralıyıq. Heç bura yadımızdan, heç bir dəqiqə xəyalımızdan çıxmırdı. Şükür, mənim atam vardı, elə 100 yaşında rəhmətə getdi. O həmişə deyirdi, qaydasınız, qaydasınız. Cəbrayıl azad olunan günü, mənim nəvəmin ad günü idi. Biz orada iki sevinci bir yaşadıq. Şükür Allaha, Cəbrayıl azad olundu. Heç bizim sevincimizin həddi hüdudu olmadı. Bugün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun 9 kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibəti ilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Mənim babam evləri zat burdadır hamısı. Dayım evləri, xalam evləri. Gedib onların evinin yerini görürəm, çox kövrəlirəm, çox pis olurlar indi. O vaxt tikmişdilər hamısı. Hamısının evini uçurdular. Gəldik vətənimizə. Elimizə, obamıza gəldik. Buranın hər bir daşı, hər bir divarı bizim üçün əzizdir, müqəddəsdir, şükür. Biz gəldik, gördük. Bu görməyənlərin də ruhu şad olsun. Allah bu cavanlara dəyməsin. Allah ordumuzu qorusun. Allah prezidentimizi qorusun. Uzun illər çadırlarda, qaçqın düşərgələrində yaşamısınız. Biz imkan daxilində çalışmışıq ki, həyatınızı biraz yüngülləşdirək. Çalışmışıq ki, yeni mənzillər, yeni evlər tikək və hardasa 300 minə yaxın, bəlkə də çox keçmiş köşkün 20-ci ilə qədər normal şəraitlə təmin edilmişdir. Ancaq ondan da çox insanlar ağır vəziyyətdə yaşamışdır. Ona görə bu gözəl binalarda yaşamaq sizin haqqınızdır. Siz buna layiqsiniz. Əminəm ki, bu torpaqlarda yaşamış və oradan köçmüş, eyni zamanda bu torpaqları heç vaxt görməmiş sizin uşaqlarınız, nəvələriniz burada rahat və xoşbəxt yaşayacaq, öz dövləti ilə, xalqı ilə həmişə fəxr edəcəkdir.